74-cü testdə müqavimətlər göstərilir. Yəni R1-də 100, R2-də 50 və R1-də olan istilik miqdarı 1000 olduğu qeyd olunur və R2-dəki istənilir. Ardıcıl birləşmə olduğu üçün bilirik ki, I konstantdır. I konstant olarsa Q-nün I kvadrat RT düsturundan istifadə edirik. Eyni müddətdə dediyi üçün T-lərimiz eynidir. Ardıcıl birləşmə olduğu üçün I-lərimiz eynidir. Q ilə düz asılı olur. Yəni Q1 bölünsün Q2 bərabərdir. R1 bölünsün R2 yaza bilərim. Q1-imiz 1000, Q2-miz istənilir, R1-imiz 100, R2-miz də 50. İxtisar ilə isə 2 qalır. Çarpaz vursaq 2Q2 bərabərdir 1000. Oradan da Q2-ni 500 joule 1000-ə də bölsək 0.5 kilojoule almış olarıq. Eyni şəkildə 75-də ardıcıl birləşmədə yenə də I konstant. I konstantsa yenə də Q bərabər I kvadrat RT düsturuna istifadə edilir. Ardıcılsa I bərabər, eyni müddətdə üçün T bərabər, yenə də Q ilə düz asılı olur. Yəni Q1 bölü Q2 bərabərdir. R1 bölünsün R2 yazarıq. Sadəcə burada, baxın R1-də ayrılan istilik miqdarını istəyir. Məhsul olan Q1-dir. Q2-miz 1000 yazılır. R1-imiz 100, R2-miz də 50 olacaq. İxtisar etsək, 2 qalır. 2-ni də çarpaz vursaq 2000 joule, o da 1000-ə bölsək kilojoule çevirmək üçün 2 kilojoule olacaqdır.